2026-cı ilin iyunun 5-i. Bakı növbəti dəfə qlobal diqqət mərkəzindədir. Ümumdünya Ətraf Mühit Günü çərçivəsində keçirilən yeni tədbirə Azərbaycan yenə ev sahibliyi edir. Və dünyanın dörd bir yanından diplomat, ekoloq, rəsmi insanlar axın edəcək. Elə bu tədbirlərə xərclənən pullar əhaliyə xərclənə bilməzdi. Ölkənin beynəlxalq imicindən danışırsınızsa, 10 gün bundan qabaq keçirilən bu fonuşda dünyanın dörd bir yerindən gələn qonaqlar bizim şəhər salma ilə yaxından tanış oldu. Dünya qarşısında rəzil olduq və milyonlarla manat itirdik. Bizim bu dəqiqə ölkədə yatırımlar edən vaxtımızdır ki, neft tükəndikdən sonra ölkənin iqtisadi vəziyyəti necə olacaq? Və hər il artdıqca Azərbaycanın iqtisadi vəziyyəti görürük ki, necə dəfələrlə aşağı düşür. Amma biz hələ də milyonlarla manat xərcləyib bəzəkli tədbirlər keçirdirik. Ümid edirəm ki, iyunun 5-i belə bir yağış yağmaz. Bu səfər də dünya qarşısında rəzil olmarıq.